Bir ananın bətnində iki körpə var idi. Onlardan biri digərindən soruşdu. Sənin doğumdan sonraki həyata inamın varmı? Digəri cavab verdi. Bəli, əlbəttə ki var. Şübhəsiz, doğumdan sonra bir həyat var və biz burada özümüzü ora üçün hazırlamalıyıq. Birinci etiraz edərək, boş-boş danışma. Doğumdan sonra həyat mənasızdır. O həyat necə olacaq ki? Digəri cavab verdi. Bilmirəm, hələ ki görməmişəm. Amma məncə buradan daha aydındır. Bəlkə də ayaqlarımızla gəzəcək, ağzımızla yemək yeyəcəyik və indi burada dərk edə bilmədiyimiz bir çox başqa hisslərə sahib olacağıq. Birinci yenə dedi. Mənasız danışma. Ayaqla gəzmək qeyri-mümkündür. Nə danışırsan sən? Ağızla yemək isə gülməlidir. Göbək vasitəsilə qidalanma bizim bütün ehtiyaclarımızı ödəyir. Doğumdan sonraki həyat məntiqə uyğun deyil. Birinci təmkinlə cavab verdi. Yaxşı, birdən doğrudan da buradan sonra fərqli bir dünya olsa, onda necə? Birinci dedi. Əgər həqiqətən də həmin həyat mövcuddursa, bəs niyə heç kim bugünədək oradan geri dönməyib və bir xəbər də gətirməyib? Hə? Doğum bizim həyatımızın sonudur və ondan sonra isə qaranlıq, yoxluq, puçluqdur. Birinci halını pozmadan dedi. Yox, biz hökmən ananı görəcəyik və o bizim qayğımıza qalıb bizi qoruyacaq. Birinci gülərək dedi. Ana? Doğrudan da ana adlı varlığa inanırsan? Əgər doğrudan da varsa, hanı bəs? Digəri dedi. Ana bizim ətrafımızdadır. Biz ondanıq. Biz ona görə varıq və onsuz dünya mövcud deyildir. Birinci dedi. Mən ki onu görmürəm. Ona görə də məntiqlisi onu danmaqdır. Digəri dedi. Bəzi vaxtlar sakit qalıb diqqətlə qulaq assan, onun varlığını hiss edə bilərsən. Onun yuxarıdan bizi çağırdığı eşq dolu səsini duya bilərsən.